Necə olur ki, işçiyə bir iş tapşırırıq, o yerinə yetirilmir və yaxud da ki, qismən yerinə yetirilir. Sonra da kimin öhdəliyidir, onu heç tapa bilmirik. Necə ki, bir işçiyə birdən çox iş tapşırırıq, hərdən də elə vaxt olur ki, bir işi bir neçə işçiyə tapşırırıq. Məsəl üçün, bizim işlədiyimiz biznes mərkəzində qapıdan giriş kartlandır. Kənarında manual qapı var, adətən bağlı olur. Məsələn, mən bir gün gəldim, gördüm bu açıqdır. Həmin gün ikinci dəfə gördüm açıqdır. Üçüncü dəfə aşağı düşüb yuxarı qalxmalıydım. Bu dəfə kartı üstündə götürmədim ki, açıqdır, amma gəldim görüm bağlıdır. Mən necə oldu? Mən qayıtdım, kartı götürdüm, təzədən qayıtdım. Bu nümunə ilə nəyə bənzəyir? Düşünün ki, 2 dənə işçimiz var, mühasib və insan resursları. Əmək haqqı hesablamasını bir ay çağırıb mühasibə tapşırırsınız. Gələn ay insan resurslarını tapşırırsınız. Üçüncü ay heç kimə tapşırmırsanız, böyük ehtimal bu yerinə yetirilməyəcək. Çünki mühasib düşünəcək, insan resursları eləyəcək. İnsan resursları düşünəcək, mühasib eləyəcək. Bir qədər də işçiyə də vəziyyətdən istifadə üçün şərait yaradırıq. Çünki biz öhdəlikləri dəqiq verməmişik. Necə ki, qapı məsələsindəki kimi, yəni oradakı işçiyə bir mənalı şəkildə bu qapı hər zaman bağlı olmalı deyilsəydi, yəni mən də bir proses iştirakçısıyam orada, mən səhv eləməzdim. Yəni kiminsə vəzifə öhdəliyinin tam olaraq ötürülməməsi bəlkə də prosesin digər iştirakçılarını öz işində səhv eləməsinə və yaxud da ki, effektsiz işləməsinə gətirib çıxardır. Ona görə işçilərin hər birinin kiçik iş olsa da belə tam şəkildə ötürülməlidir ki, bu sənin öhdəliyindir və çalışmalıyıq ki, adətən bir işi bir neçə parçalarda yox, bütöv şəkildə alınırsa, bir işçiyə bütöv şəkildə ötürə bilək. Bu zaman işçi həm işin məsuliyyətini üzərinə atmaq kimi bir vəziyyət axtarmayacaq və eyni zamanda bu özünün öhdəliyi olduğuna görə zamanı gələndə icra eləməyə daha çox maraqlı olacaq.